Fatımətüz Zəhra salavatullah əleyhanın kəlamları ilə davam edirik. Vəqayəül Əyyam kitabında, Xiyabaninin, müəllifi Xiyabaninin kitabında 295-ci səhifədə Həzrət Zəhra salamun əleyhanın belə bir kəlamı var. Hubbibə iləyyə min dünyakum sələs. Həzrət Zəhra salamun əleyha buyurdu ki, sizin dünyanızdan mənə 3 şey sevdirildi. 3 şey mənə sevimlidir bu dünyadan. Sizin dünyanızdan 3 şey sevirəm. Tilavətü kitabillah. Allah kitabını tilavət etmək. Həzrət Zəhra salamun əleyha Allah kitabını oxumağı sevirdi. وَالنَّظَرْ فِي وَجْهِ Rasulillah sallallahu aleyhi və aleyhi. Peyğəmbər sallallahu aleyhi və aleyhin çöhrəsinə baxmaq. وَالْاِنْفَاقِ فِي سَبِيلillah. Allah yolunda kiməsə yardım etmək, infaq etmək. Baxın, burada sizin diqqətinizi bir şey cəlb etmək istəyirəm, həm də öz diqqətimi hamımızın. Həzrət Zəhra salamullah aleyha buyurmur ki, yaxşı olar belə iş görəsiz. Buyurmur, müstəhəbdir bu işlər. Buyurur, mən sevirəm bu işləri. Sevgi nə demək, əzizlər? Adam bir işi sevəndə heç vaxt gedib başqasına şikayət etmir ki, mənə bu işə görə maneçilik törədirlər. Sevir axı. Sevdiyi üçün çalışır maniyələri aradan qaldırsın. Bir oğlan bir qızı sevəndə məsələn, görürsən var qüvvəsini sərf edir ki, o maniyə aradan qalxsın. Da demir ki, mən neyniyim, sevirdim, amma da əngəl var da. Sevən adam belə etmir. Ana övladını sevəndə demir ki, mən üzə bilmirəm, uşağım boğulur, özümü çaya atmayım. Fikirləşmir, atır. Həzrət Zəhra salamun əleyha bizə başa salır ki, Allah kitabını tilavət eləmək üçün boş vaxt olmalı deyil. Sən vaxt ayırmalısan. Sevməlisən bu işi, sevirsənsə plan qurmalısan. Resulullah sallallahu aleyhi və aleyhi ziyarət eləmək üçün boş vaxt ayırmalı deyilsən ki, işlərin bitəndə. Sevirsən axı. Allah yolunda yaxşı bir iş görmək, bir insana yardım etmək, bir insana dəstək olmaq, bir xeyriyyə işi görmək, bir savab iş görmək üçün, xeyrxahlıq etmək üçün adam deməz pulum yoxdur, pulum var, imkanım var. Sevirsənsə bu işi, o sevgi səni, o eşq səni önə çəkəcək, irəliləməyə məcbur edəcək. Allah bizə də belə sevgi nəsib etsin.